Herkese salam dostlar. Yepyeni bir YouTube videosuyla sizin karşınızdayıq. Düzdür, video Elmir'in kanalında paylaşılır, mən danışıram. Amma bu 100 manat mənim olacaq deyə danışıram. Bəlkə mənim oldu. Gördüyünüz kimi burada fərqli sular var. Suların heç birini biz görməmişik. Sağ olsun kameramanımız bizim üçün burada yığışdırıb. Deməli tema belədir. Gördüyünüz sulardan ən çox düz tapan bu 100 manatı qazanır. Yəni mən. Bəlkə mən qazandım. Mənə danışsan ki, əminliklə. Onu izləyicilər görəcək. Tamam. Bir izləyicilər salamlayın. Salamlar uşaqlar, öpürəm sizi. Qoy onu stola. Kanalı like etməyi və abunə olmağı unutmayın. Bir də ki şərh yazın və bundan sonra hansı videonu çəkək, nə cür video çəkək, onları şərh bölməsində yazın ki, biz bundan sonra həmin videoları çəkək, sizin qarşınıza çıxardaq. Alqışlar, şap şap şap. 100 manatı qoy ora. Qoy ora, gözüm görsün. Qoydum. Hə, vəsə. Tamam, birinci sən başla. Şey elə, təbii ki, birinci əl üstə çəkək. Hə, tamam. Yox, şöyə, fa. Şöyə, gözlə də. Şöyə, fa. Hə, mən başlayıram. Mən başlayıram. Ya Allah bismillah. Sən də nə qoymuşsan bura? Heç şey. Hə, qoymuşsan. Çox ibn adam, nə Allah ki. Koladır bu. Kola. Nəyə baxın? Klasik koladır. Bax. Hə, bir dənə bax. Bildiyimiz koladır da bu. Hə. Nə asan şeydir ha bu? Bir. Bir o axırda biləcək. Sən bilirsən ki, bax, nədir? sən onun xasiyyətini bilsən də, bu koladan başlayıbsa, axırı heç yaxşıya getmir, Allah axırını xeyir eləsin. Nəticə axırda biləcək, sən bir deyirsən, bəlkə heç elə deyil. Bunun qazı gedib ya, bu nədir? Şey dadır bu. Portakal dadı, kəppi deyil amma. Qazı gedib ya, qazın Fanta. Fanta, amma qazı gedib ha, tutmaq olmur. İbnə hər şey fikirləşirik sənə. Hə, bu Fanta deyil. Nədir bə? Bu nədirsə, mandarini sok da nədirsə. Fanta de, prosto ağzın sabah-sabahdan açıq. Nəticələri axırda deyəcək. Nəsə bu qədər mandarini sok kimi belə bir şeydir. Üçüncü dəqiqə Sprite olardı. Bu niyə belə asan şeyə qoyur? Biz görək. Nə oldu? Artistlik eləmə. Səncə nə oldu? Bax görəsən bu. Səncə nə qoymusan? Məzələnsən yoxsa artistlik? Səncə? Deməyəcəm bax. Məzələnmə də dayı. Bax da bax. Səncə nə qoymusan ora? Bax görəsən nə qoyum. Bildiğin uşaqlar yağdı bu. Prosto bildiğimiz yağdır. Konkret yağdır. Nədir? Yağ. Yağdır bu. Yağ idi bu səncə. Məzələnsən bizdə. Prosto semişka yağıdır yoxsa nə yağıdır bilinmir. Bir dənə də itibaq istəyirsən. Bu dəfə sıram sən verirəm. Yox, üçüncünü işləyirək ya. Dördüncünü, dördüncü sən sırayla. Sirkə zat qoymuşlar. Səncə yağ idi, o nə idi öyle? Yağdır. Mən yağdır, görmüsən? Doğru mu deyirsən? Yaxşı ki az tutdum amma ha. Ağzım yağlandı, düz deyir də yağdır da var. Nə də var? Yağdan sonra dadsız gəlir. Kəppidir bu. Kəppi. Yox, kəpp olsa kəppin nəti var. Kəppi deyil. Natural sok. Natural. Amma yox, dadı biraz şeydir. Naturalın da dadı biraz necə deyil, təbliğə daha yaxındır. Onun qazı da var. Qazı da var. Kəppin qazı yoxdur. Yox, kəppin də qazı yox. Nədir bəs? Üstün qısar ne? Natural. Natural son. Natural nedir? Kompot dadı verir bir baş. Kompotdur bu. Kompot? Natural deyil, kompotdur böyle. Özü ev kompotu da. Kompotdur bu ya, natural deyil. Prosto hamısının qabaqcadan açıb. Bu qazı zadı da yoxdur. Kompotdur. Naturalın da qazı yoxdur. Hansı naturalında sən qaz görmüsən? Kompot özü şey kompot var ya, o meyvənin adı nə idi ondandır. O qırmızı meyvə var idi, adı yadımdan çıxdı. Nəsə çox ibnə bir şeydir. Sən başqa nəsə eləməmsən? Kompotdur. İçin bunu. Hadi sən sıra səndədir də.
Risk eləmirəm, ya Allah. Yağdan sonra heç risk eləmək istəmirəm. Zərfəs o yağı çox 5 spontan var olsun. Yağı nə tala? Ağzın yox oldu sən. Nə oldu? Bu nədir la? Sən zəyə nəsə qoymusan bura? Sən öyle bir konfet dadı, konfeti yarı çayla içib qusub içinə. Ondan nə desən çıxarır. Vallahi bir dənə iç görərsən. Sən nə verdin bunu? Adını nə qoydun? O şeydir, uşaq konfetlər olur, biraz çayla içirsən sonra ağızda dad verir, Yox, saqqızlar. ad nədir bunun? Denəsən. Bunu Nə ad say- tapamıram mən. Konfet suyu, konfet. Suda konfeti əzib qoyublar, prosta qazla qatıblar. Bilmədim hansı sudur. Hansı sudur ki bu? Qaqa, sərfəs bu saqqız dadı verir ya. İçmirsən heç belə bir şey. Bildiyin saqqız deyil bu. Sən ilk dəfə dadıram. Saqqızın suyunu sıxımsan qaqa bura. Bu nədir ki belə? Bilmədim. Mən pas. Nəsə saqqızlı bir şeydir. Konfet dadı verir. Yəni bildin ki, saqqız konfet, amma qazı da var. Öyle saqqızın suyunu sıxıb. Nəysə mən də buna pas qaqaş. Mən də bu. Nə deyim? Gözüm çox yuxarıda durub böyük bir şey yox şurada. Kran suyudur bu. Kran suyu. Kansi. Kran suyu bax. Adi sudur. Adi su. Kran suyu. Başqa bir şey yox. Sana. Bildiğimiz adi sudur. Adi su. 100% adi sudur. Bu heç çox asanlıydı. Əziyyət verib ki, marketdən salmayıb, buradan kraftdan doldurub su verirlər. Yox, bu qəşəng suydu, etməlisin. Axırıncıya gəldi uşaqlar. Gəlin indi qaydaları tapaq. Axırıncı qalmamışdan qabaq. Bunu düz tapdıq. Onu axırda biləcəyik də düz tapdıq. Sonra yenə özümüz bir şey saxlayaq. Məncə bu koladır da, yəni bu 100% Kola, Fanta dedik də, buna qazı gedib, amma yenə də Fanta. Mən mandarin soku dedim ona. Hə. Bu ibinə yağ idi. O yağdı 100%. Bu nə idi ya? Mən ikisini düz tapmışam 100%. Bu natural so. Mən ikisini 100% düz tapmışam. Bu iş bilinmədi nədir? Elmə naməlum olmayan sular gətirib bura yığıb. Bax axırıncı. Duşes. Düşüyorsun? Bildiyin duşes. Duşes səndə yəni Duşes deyil. limonad deyil, Tərxun. tərxun. Mən deyirəm, sən məncə düşes demirsən. Qarışdırdım da. Qaqaş, sən düşes demirsən, düşes, buna düşes yaz ora. Bu şeyə gedir də, bütün limonadlar Qaqaş, duşes sən gedir. düşes demirsən. Duşes armud Tərxun. suyu. Buna düşes yaz, mənə tərxun. Qaqaş, sən düşes demirsən. Bu armud. Yəni limonad. Bu tərxundur, yox, bu tərxun. Limonad. Sən düşes, mən tərxun. Yaxşı. İndi bir dənə nəticələri, bir dənə hesabla de bizə oradan. Deməli uşaqlar istədik ki, nəticəni də elə sizlə birlikdə hesablayaq. Göz önündədir hər şey, sadəcə korobkanı çıxartdı. İndidən götürə bilərəm. Niyə? Gəl mən götürəm, məncə mən götürək. Bilsiz Qoyun niyə? da ora, qoy ora, hə. Buna mən kola dedim. Mən də kola dedim ona. Aha, 1-1. 1-1. Tut əlində 1. 1 tut. Mən buna Fanta dedim. Bana şey demişdi. Mandalin suyu dedi. Əslində mandarinli də qaqa, portakal. Portakal. 2-1. Mən 2-yəm, sən 1-sən. Yağ dedik. Yağ dedin. Hə, 2. 3. 3 oldun sən, hə. Naturalni su dedim. Naturalni sudur, kompot deyil ki. Ev kompot dedin özdə sən orada. Qaqa, fərqi nədir? Natural su kompot. Ev kompotu dedin. Qaqa, bu da natural. Videoya bax, ev kompotu dedin. Ev kompot dedi. Hə, mən 4, sən tut 2-ni. 4 oldu. Bunu bilmədik, pas. Pas deyəndə qaqa. Mən şeydə uşaqlar, bu bir sən nətər? Bax qaqa, üstündə saqqız var. Mən əslində bilmişəm. 3 olmalıyam. Saqqızı mən də dedim, konfet dedim. Sən yenə də pas getdi. Bu nədir? Bu Fanta ilə kolanı elə bir çiftləşdirsən belə bir şey çıxır. Sərfatsız o nədir? Hə, 4-2 tut. Sən buna kran suyu dedin, mən dedim bomba sudur. 3-əm. Krant yenə də krantdan yağı 3-dür. Sud da, yox, sud da belə. Bu da ki, gördüyünüz kimi mən buna İndi mən neçə oldum? Bir dənə denə. 3 sənsən. 3 oldum. Mən də 4-üm. Heç nə, burada da sən düzəltdin 4-4. Bərabər. Bərabər qaldı. 50 manat sənin. Onda qaqa kim tez götürdü onda? Yo, niyə? 50 manat sənin, 50 manat. Gəl ortadan cıraq onda bunu. Yox, bir şey elə. Hə, belə demə, yarsan 50 manat, 50 manat at kartıma. Ver 50 manat ver. Bunu ver, 50 manat atam Onda kartıma. sən at kartıma. Uşaqlar, bu günə 50 manatımız var. Qaqa, bu nətər oldu? İkimiz də 50-50 qoymuşduq da bura. Hərənin öz pulu qayıtdı. Hə, pis. İkimiz də 50-50 qoymuşduq da bura usta. Hərənin öz pulu özünə qayıtdı. Nə maraq oldu ki bu? Heç nə, bunun pulları kameramana. Sən bunları götürüb sən Uşaqlar, çəksən. sizcə bunları bura düzən hansı bloger dostumuzdur? Onu düz tapana bizdən bunun yarısı hədiyyədir. Bunu da mən qoyuram. Mən öz pulumu verirəm şəxsən. Mən də verim getsən. Mən də Kameranı çəkən kimdir? Yəni bunları kim dəzgah düz qoşu edibsə, adını yazın kommentə. Düz yazan 50 manat qazanır. Mən də 50-ni verirəm, 100 manat qazanır. Bu onundur. Всё. Sadəcə bu ibnəliyi kim düz qoşu edib onu düz tapın. Bu yağı bura qoyanın lişdir. Hə.
Bir dəqiqə uşaqlar, bayaq dediyim şərt hələ də keçərlidir. Şərhdə yazın, bundan sonraki videomuz nə olsun? Siz yazın, biz çəkək. Öpürəm sizi uşaqlar. Hələlik uşaqlar, videonu bəyənməyi və dostlarınızla paylaşmayı, ən əsası kanala abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.